Salam əziz müştərilər. Bugünkü kondisionerimiz qri kondisionerdir. Qri kondisionerinin pultunun düzgün istifadə qaydasını izah edəcəm. Hər bir kəsə lazım olacaq bir məlumatdır. Bu kondisionerimizin söndürüb yandıran düyməsidir. On-off. Bu rejimləri dəyişir. İndi bunların hamısını izah edəcəm. Bu fan sürətidir. Fanı birinci şkala, ikinci şkala, üçüncü şkala, hansı ki qabağından çıxan küləyin sürətini azaldıb çoxaltmaq üçündür. Burada swing düyməmiz var. O jaluzi idarə edir. Bunların hamısı ox işarələri olanda yəni kaçelli kimi qalxır, düşür. Amma belə istədiyiniz istiqamətdə saxlamaq üçün bir dəfə də basırıq. Belə bir-bir bunu istədiyimiz istiqamətdə saxlaya bilirik. Burada bir temperatur var. Bu temperatur nədir? Bunu basanda burada görürsünüz otağın temperaturunu götürür. Hansı ki bu temperaturla siz istədiyiniz temperaturda saxlaya bilərsiniz. Özünüz istədiyiniz temperaturu sizə qane edən şəkildə saxlaya bilərsiniz. Burada Eiffel var. Eiffel bizim ağıllı temperaturumuzdur. Hansı ki bu temperatur kondisionerin özündə olan temperaturu təyin edir. Kondisionerin özündəki temperatur nə qədərdir? Bir də otağın temperaturu. Bu Eiffel isə pultun özündə olan, daxilində olan temperaturdur. Hansı ki siz əlinizdə pultla hansısa bir otaqda, hansısa bir yerdə olanda oranın temperaturunu götürür və kondisioner ona uyğun temperaturu təyin edir. Pult hardadsa ora uyğun kondisioner temperaturunu təyin edir. Bu light kondisionerin qabağından çıxan işığı yandırır, söndürür. Bu X-fan da o deməkdir ki, kondisioneri soyuq rejimdə işlədəndə, hansı ki qabağından soyuq vuranda kondisionerin içində nəmlənmə yaranır. Bu X-fanı bastığımızda kondisioner sönəndən sonra fanı işləyir və o nəmlənməni qurudur və kondisionerdə əlavə bakteriyalar falan qalmır, çünki nəmi qurudur. Orada turbo rejimimiz var, hansı ki maşında farsaj var, basırsan sürətli gedir. Bu da kondisionerdə o deməkdir, yəni kondisioneri daha maksimum gücdə işlətmək üçün. Select düyməmiz var. Select düyməmiz gecə rejimidir. Gecə rejimində həm ekonom edir, həm sakit işləyir, həm də ki gecə rejiminə uyğun temperaturu təyin edir. Yəni ağıllı gecə rejimi